Arabayla torpaq daşıydı. Valla yeri dağılır Allah'ım. Kıyamet günü gelir. Eliş göl farklı ve evler suyun içinde kalıbdı. Kıyamet Ay günü Eliş. gelir. Bak kıyamet günü de buna bak camaat suyun içinde. Gitmeye yürüyor. O da hepsi böyle camaat kalıb çöllerde. Gitmeye yerləri yoxdur. Hər bir tərəfdən gəlib, hər bir rayondan gəlib, evinə gedə, bir ayına gedə bilmir. Heç kim yox burada. Hamı deyib, su yoxdur. Bu da elə bir də Allahın başına dönüm. Hava da elə bilirsə iyul, may ayı deyil. Elə bir mayda iyul girir. Nə may nədir? Elə bilirsə iyul ayı deyil. Qırğın camaat kutkada gəlir. Dicaqdır qardaş, dicaq. Dicaqdır, göl qaşıqdır, kəndi su basır. Oğlum getdi oraya, dicaq Gəldi, çıxdı bura. Işıq yanan yeri, orada bayağı ışıq yanırdı. Pəyədir, valla çökək yerdir sol tərəf. Orada da. Kardeş, deyilirsin adam qala mən heyvan çıxardım. Bırakma bana bir ya. Bütün kənd suyun içindədir. Dicaqdır qardaş, göl qaşıqdır, Mehtəbatla Dicaqın arasındakı göl. Daşıb hamısında kəndi su basır. Su da gəldi, çıxdı deyə bura. Bayaq biz deyə o kərpiçlərin yanında dayanmışdıq, orada kərpiçlər var, onların yanında dayanmışdıq. İndi daha önce gəlib çıxmışıq bura. Elgün. Hayır. Bütün məhəllələr hamısı suyun içindədir, ev, eşik hamısı suyun içindədir. Cəmaatın, kəndin işığını söndürdülər ki, cəmaatı tok vurmasın.